Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində 569 nömrə avtobusa yaxın bir ərazidə Qubçalı, tam evində torpaqlı sənəti olan 4 otaq, gözəl geniş həyəti olan həyət evi təqdim edirəm sizlərə. Marşruta yaxındır, 569-a, yeni 6 nömrəli məktəbə yaxındır. 115 min manata belə bir böyük həyətdir. Həyət evi təqdim edirəm. Həyətin 2 maşın rahat şəkildə keçir. Tikiliş haqqında məlumat verim, sonra qədər cüt daşla tikilib. 115 min manatdır, 4 otaqdır, Qubçalıdır. Qaz, su, işıq və kanalizasiya mərkəzi. Həyətin trapına kimi, yağış yağında su trapına kimi qoyulub. Zirzəmisi var, yerdən kürsülü. 1 ilə 2-ci mərtəbənin arasında monolit beton. Yəni betondan inşa olunub 1 ilə 2-ci mərtəbənin arası. Keçək evin içində olan şəraiti göstərim. Yeni təmirdir, təmirdən sonra yaşayış olmayıb. Alıb dərhal köçmək mümkündür. Notarial qayda alqı-satqı olacaq. Alıb köçəndən sonra qeydiyyata düşmək də mümkündür. Şərt bölməsində şərhlərinizi qeyd edə bilərsiniz və yaxud da hər hansı bir sualınız varsa yaza bilərsiniz. Nağd satılır. Kreditlə bizdə həyət evlərimiz yoxdur. Nə də ki, mənzilimiz yoxdur. Olanda video şəklində qarşınıza çıxacaq. Döşəmə qranitli, altı üstü döşəmədir. Pilləkəni çox gözəl inşa olunub. Pilləkənin altında belə bir boş bir ərazisi var. Buradan da zirzəmiyə düşmək olur. Göstərim. Yəni, qarşı tərəfdən zirzəmisini göstərəmədim, amma bu hissədən göstərirəm. Hündür yerdir, quru yerdir. Gördüyünüz kimi monolit betondur. Yəni, bu evə tikilişlə bağlı heç bir şeyə qənaət olunmayıb. 115 min manata belə gözəl zirzəmisi olan 4 otaq, Qubçalı həyət evi çox az halda çıxır satışa. Yerləşməsi bir daha məlumat verim. Masazır qəsəbəsi 569 nömrə marşruta yaxındır. Döşəmə burada qranit, istipoldur. Qaz su xətti çəkilib, kanalizasiya xətti çəkilib, mətbəxi tam hazır. Yanaşı ev olsa da hava gəlməsinə yer var, şərait var. Bəyaz qapılardan istifadə olunub, 115 min manata içi böyük kvadrat olan mənzil almaq çox gözəl bir hissdir və yaxud da həyət evi almaq çox gözəl bir hissdir. Bunda qaçırmana dəyməz. Qanun 4 otaqdır, qoşa daşla tikilib. Durduğumuz döşəmənin altı beton. Yəni keyfiyyətə önəm verilib. Ən əsası həyəti bir daha göstərim. Belə bir ümumi həyəti var. Və keçək ikinci mərtəbə şərait hissləri tam şəkildə təqdim edim. İkinci mərtəbəyə qalxmışıq. Dəhliz vasitəsilə otaqlar bölünür burada da. Pilləkəni göstərim. İkinci mərtəbənin özünün ayrıca hamam otağı var. İkinci mərtəbə aid olan hamam otağıdır. Kombi xəttlər hamısı çəkilib. İkinci mərtəbənin özünün ayrıca işığa aid avtomatları qoyulub. Qaçırmağına dəyməz. Çox gözəl bir evdir. Böyük bir yataq otağıdır gördüyünüz kimi. Böyük pəncərə iləndir. Burada bizdə digər yataq otağıdır. Bu da böyük pəncərə ilə öz həyətinə baxır. Kombi xəttləri hamısı çəkilib. Ən əsas orada keyfiyyətə üstünlük verilib. Betondan çox istifadə olunub. Kubik sona qədər cüt daşlandı. Və ən əsas odur ki, evin Qubçası var. Aldın köşkün, düşdün qeydiyyata. Rahat şəkildə. Allah satan Allah xeyir versin, kanalımıza abunə olun. Belə evlər satışa çıxanda ilk olaraq sizlər, izləyicilərim izləyə biləsiniz. Şərhlərinizi gözləyirəm, videonu bəyənməyi unutmayın.